Salamünaleyküm, hər vaxtınız xeyir olsun. Demək belə, bax şurasından patlayıb gətirək cəmaatımıza bax. Belə bax, nazik baxdır. Bax, istikdən bıraxmaz, istikdən çox eləyəm şey. Patlama səbəbi sırf deyim sən, nazik olmağı deyil, həm də altın düzlüyüdür. Göstər cəmaatımıza bax, altına bax. Altına kubik koyublar, üstüne taxtanı koyublar. Əslində belə olmalı deyil. Ya bütün üstəşik olunmalıdır betonla. Ya da bütün dik daşı koyup üstüne dik koyursan, sonra bakılı koy. Bəsləmiş işlər geçsin. İnşallah bir dənə bərpa edib, nəzən çəkərik. Bir daha vaxtınız xeyir olsun. Demək belə, bax burasına patlamışdı, göstərəcəm atamıza. Paykalamışıq, sıxan maldan poltelindən istifadə edilmişik. Həm suyun möhkəminə görə, həm də təmizliyinə görə. İşə zamanı olaraq 5 il verilir. Bax, mesela paykal neydən bir də bıraxmır. Yəni deyirəm, bax, zəifdir, olmağa zəifdir. Amma böyük səbəbi altın düzlüyüdür. Altı düz olmayanda var, vurur, patladı bir yerinə. Deyirəm, altı əyri olanda altından da patlaya bilər, bölündən də patlaya bilər. Amma sırf altı düz olsa, inşallah ki, bıraxan deyir, gedər. Belə deyim, Bakı daxili bütün ünvanlara gəlir. Bakının kəndlərinə, şəhərə, haracı oldu. Deyir, Sumqayıta kimi. Rayonlarda da ustamız var. Deyirəm, xeyirli olsun, Allah xeyir versin.